Pensiyası 434 manat olan şəxsin yanvar ayından artımı nə qədər olacaq? Mövzuya Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli münasibət bildirib. Turkistan.az məlumat verir ki, onun sözlərinə görə, əgər həmin şəxsin aldığı pensiya əmək pensiyasıdırsa, qanunvericiliyə əsasən hər il yanvar ayından etibarən indeksləşdirilir. Bu indeksləşmə əvvəlki il üzrə ölkədə orta aylıq əmək haqqının artım faizi əsasında aparılır. Bildirdiyiniz kimi artım faizi 9,2% müəyyən olunubsa, bu faiz mövcud pensiya məbləğinizə tətbiq olunur. Hazırda pensiyanız 434 manatdır. 9,2% artım bu məbləğin üzərinə əlavə olunur. Yəni, 434 manatın 9,2% hesablanır və alınan məbləğ pensiyaya əlavə olunur. Nəticədə pensiya təxminən 39-40 manat artır. Bu artımdan sonra yanvar ayından etibarən pensiyanız təxminən 474 manat təşkil edəcək. Dəqiq məbləğ yuvarlaqlaşdırma və rəsmi hesablamalara görə bir qədər fərqlənə bilər, ancaq ümumi məntiq və qayda bu şəkildədir. Amma bu pensiyaların artımı sayılmır. Bu, əmək pensiyasının il ərzində itirilmiş real dəyərinin nominal qaydada kompensasiya edilməsidir. Bu indeksasiya yalnız əmək pensiyalarına aiddir. Bununla yanaşı, vətəndaşların əmək haqqından DSMF-yə ödədikləri sığorta kapitalı da indeksasiya edilir. Amma sığorta kapitalı illik inflyasiya faizinə uyğun indeksasiya ediləcək. Hələ Statistika Komitəsinin konkret açıqlaması olmasa da, 2025-ci ildə ölkədə qiymətlərin illik artım tempi təxminən 5-6% olub. Yəni, sığorta kapitalının 5-6% artacağı gözlənilir, deyə iqtisadçı Akif Nəsirli bildirib.